Yaraman ay Könlümün sevgili məhbub məni Ben artık 18 ile yakındır ki Cumhurbaşkanıyam ve bütün bu iller ərzində deyirdim ki, biz nəyin bahasına olursa olsun torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq düzgün anda bunu etməliydik və etdik. Burada səhvə yol verə bilməzdik. Çünki bu tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə nəticə gətirib çıxardı. Xalqın barışmaz ruhu əlbəttə ki, əsas faktorlardan biridir. Çünki biz Qarabağı unutmadıq. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməliydik. Bizim borcumuz idi. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında və borcu biz şərəflə yerinə yetirdik. Gözün aydın ey ana vətən, şəhidlərin batmadı qanı. Səfər çaldın bu savaşda sən, Qalib adım gəzdi cahanı. Uca dağlar boyandı nura, Körpülar nəğmə söyləyir. yollar boyu açıldı günlər, ay ulduzlu bayraqlar qoşar. Xar bülbül qalxıbdı təzətər. Bayram edir cəng ilə susar. İgid əskər ağ olsun özün, Sağ ol desəm alsalar sənə. azad edib torpaqlarını. Fərəh verdin millətinə. mən bir millətəm, tarix yazan. Səfərim dillərə dastan, dursa qarşımda bütün cahan. Vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan. Şanlı qələbəm çıxmaz yadda. Bir ağızda deyək hər an, yaşasın Azərbaycan. Milletimiz hak yolcusu, hakkınızı dönen değil. Bayrağımız İsraillidir, yükseldiyse elen değil. Bu bayrakta ölmez ruhum, hem geçmişti hem gelecek yurdumuzu. Mən bir millətəm, tarix yazan. Zəfərim dillərə dastan. Dursa qarşımda bütün cahan.
vermərəm öz torpağımdan. Mən bir millətəm, tarix yazan. Şanlı qələbəm çıxmaz yaddan. Yaşasın Azərbaycan. Mən bir millətəm, tarix yazan. Zəfərim dillərə dastan dursa qarşımda. Bütün cahan vermərəm öz torpağımdan. Mən bir millətəm. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Qoy bir ağızdan deyək hər an. Yaşasın